Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla yenə xidmətinizə gəlmişik. Bu proqram həsr olunub Cənab Ağay Şəriət Mədariyə, Ay Mühəndis Şəriət Mədarı cənablarına. Hər hal e, bugünkü proqramımızda e, bəhsi budur ki, Ağayev Larecani deyir ki, bizim Cəngidən sonra e, qarşımızda bir imkan qalmır. Yəni bizim bütün yollarımız, qapılar bağlıdır və bu qapıların bağlı olmaq səbəbi də onların siyasətinin nəticəsidir ki, biz bu günləri görürük. Və hətta Hizbullahın arasında e, dünənləri televizyonlar da elan elədilər ki, bir dənə şkaf düşübdür. O şkaf bəd az bundan ki, orada bir fərmandehan Hizbullahdan biri ki, Beyrutda vuruldu. Vurulandan sonra bu məsələ gündəmə gəldi ki, dedilər ki, bir bəxş siyasi ki, fəal olsun, bəxş siyasi işləsin və biz silahları verək. Və əmələn özləri də elamiyyə verdi Hizbullah. Bunu təyid elədilər ki, bu şkaf var. Bugünkü müzakirəmiz elə Cənab Ağay Şəriət Mədarı ilə bu haqdadır. Ay Şəriət Mədarı, xoş gəlibsiniz, sağ olun. Təşəkkür edirəm ki, bu vəziyyətdə ki, çox belə işiniz çoxdur. Gəlirsiniz və burada bizim o seyr edənlərlə kontakta girirsiniz. Buyurun, salamlaşın, xidmətinizdəyik. Mən də salam arz edirəm sizin xidmətinizə və hamı bu bərnaməni sain görənlər və eşidənlərin xidmətinə ümidvaram ki, bir yaxşı müsahibəmiz olsun və eləyə biləm ki, bəzi məsaili şərh verəm və ifadə eləyəm ta bunu görənlər və eşidənlər mənim nöqteyi nəzərimi bu mövzuata nisbət bilsinlər və ümidvaram ki, onlara müfid olsun. Bəli, ağay Şəriət Mədarı, müqəddəmədə də ərz elədim ki, ağay Larecani deyir ki, cəng qaçılmazdır. Niyə bax bu mərhələyə gəlib çıxıb? Niyə belə vəziyyət bu cür olubdur? Baxın, çox müxtəlif əvamil var bunun bu sözünə. O ki, Amerikanın və İsrailin nəzərindəndir. Olur ki, stratejiləri bu ola ki, əvvəl İsrail başlaya bunları bir-bir vurmağı, به قول معروف جنگ سایه یا جنگ əşbaha. Bunları bir-bir rəsidə olan sipahiləri, dövlət məhədləri, hətta imkanən şəxsi Xamneyni də vura. Bəray inki İran istəmir ki, bərxilafı bu şuarı ki, Larecani verir, şuru kunəndə cəng ola. İstir ki, deyə ki, mən dərhal difaadım, məcburdum ki, bu cəngə qarışam və bənabərin bunun şərti budur ki, İsrail və ya Amerika və İsrail həmlə eləyələr ki, İran da istəyə difa eləyə. İsrail bu mövzudan istifadə mümkün deyiləyə və deyə ta siz təsmim tutanmısınız ki, cəngi başlayasınız, biz də cəngi rəsmən başlamarıq. Gəllik sizi bir-bir səhnədən xaric elərik üçün nüfuzu ittilaati və nüfuzu təşkilatı sizin içinizdə varımızdır. Amma Larecani elə bu mövzuatı deyir. Deyir ki, yəni indi Hizbullah Lübnanı ki, bizim lap qəvi bazımızdır, xəl silahını düzdür ki, indi eləyənmirlər. Amma müqəddəmatın qurubla bu fişar ki, gətirirlər. Siz gördünüz, Larecani ki, getmişdi Michel Onunla ki, bir zaman orada bunlar hər biri dövlətdə olardı. İki qət der müqabili Cumhur İslami təzim elərdilər. Michel On cələsədə qışqırdı Larecaninin başına və dedi ki, sən məsul-i Şiəyan Lübnan deyilsən. Ağay Xameneyi də deyil, məsul-i Şiəyan Lübnan mənəm. Və onu otaqdan saldı eşiyə də
icazə də vermədi. Hər nə yalvardı, 2000-ci mülaqata icazə vermədi. İran deyirdi ki, bir nəfər məsulun Bülentpayı İran dedi ki, biz sizin suxtuzu mətcanı veririk, qəbul eləmədilər. Pul verirdilər, qəbul eləmədilər. Düzdür ki, hələ dövləti Lübnanın rəsmi Niruhay Müsəlləhinin zoru Hizbullaha çatmır. Amma başlayıblar Hizbullahın içində adamları cəzb eləməyə və indi həman Türkiyədə düz iki şaxə olub. Bir şaxə deyir ki, gərək müqavimət eləyək, bir şaxə deyir, xeyr, bizə Amerika və dövlət-i Lübnan və Ərəbistan-ı Suudi nəhayət köməyi edir ki, bir sazman siyasi olaq. Misl İxvanul Müslimin ki, Misridə vardılar ya hər kəsi, hər yerdə. Bir dənə sazman siyasi olaq, feilən şaxə nizamımızı fəal eləməyək, əsləhələrimizi verək, yenə müntəzir olaq, əgər belə bir mövqeyiyyət gəldi, ayəndə də elərik. Bu böyük şikaf icad eləyib. Bir də deyir ki, əsləhəni yerə qoymayaq, müqavimət eləyək, o birisilər deyirlər, bu olan işlər. İran ki, pul verənmir, yetirənmir, nümayəndəsini də ki, salırlar eşiyə, mümkün də əsən ayəndə də yol verməyələr. Biz də ki, dövləti Lübnanın əleyhinə eləyənmərik, kuda eləyək, heç kəs dünyada bizi qəbul eləməz. Bənabərin yolumuz yoxdur, düzün ki, parlimanda məsələn eləyə bilək, əksəriyyəti gətirək, siyasət bizim əlimizə düşsün, səbr eləyək da görək nə cür olur. Xub, bu Laridani kimin adamlara ki, müşaviri rəhbəridir. Mənası budur ki, ayağını qoyub Amerika bunların lap o həssas xırxırasının yerinə və cəngidən sonra ayrı çarə qalmayıb. Fəqət də bu deyil. Məsələn, fərzi buyurun ki, müzakirətdə xub Amerika həman mövqeyi ki, bunlar fikr edirdilər, müzakirə eləyə biləcəklər, başladı bir bəstəyə təhrimi nəftkeşay deyərlər, nəftkeşay əşbah, yəni onlar ki, radarların geçirdirdi, pərçəmlərin cəhli pərçəm aparırdı, İranın nəftlərin qaçaq edirdi. Bu dəfə nə fəqət onların bir adlarını gətiribdi təhrimdə ki, bunlar hansı kəşkilərdir, kimə təəlluqları var. Bəlkə deyibdi ki, bir onları ki, bunlara qətaat-ı yədəki satırlar, ya servis verirlər, ya hər növ xədəmat lojistik verirlər, onları da şinasayı eləyib təhrim eləyəcək. Xub, mənzuru budur ki, bu kiçik şirkətlər ki, biri məsələn bir kəşkiyə bir pərvanə verir, biri motor verir, bir dana motor bir kəşkiyə vermək o qədər sudi böyük deyil ki, ziri təhrim Amerika gedə. Amerikanın bazarını əldən verə, ayrı kişvərlərin bazarını əldən verə, pəs verməz bu servisi. Ya o qədər baha verər ki, bunlara sərf eləməz, bunlar özləri bu riski ki, gördülər də İrana nəft aparmazlar. Xub, bu iş hətta əgər nimə əməli ola, İranın qaçağı nəftinin qabağını alar. Onda fəqət mümkündür bəzi kişvərlər, məsəl Çin ya Hind zat, məsələn, 1 milyon, 1 milyon 200 min boşqa nəft apara bilər, da qaçaq nəft Venezuelaya, bu yana, o yana əməli olmaz. Bunların ümdə qaçaq nəfti fəqət pul gətirmirdi. Bunlar bu niyabəti qurumlara nəft verirdilər, qaçaq nəft deyirdilər, satın pulunu özünüzə təmin eləyin. Onların qabağı da alınacaq. Odur ki, görürlər ki, bəs bənabərin müzakirənin bir təvafuğa yolu yoxdur. Müzakirə yəni təslim. Və bunlar təslimin mənasını bununla müsadif bilirlər ki, getmək. Dərsdə ki, mənim nəzərimə Amerika bir İranı nimə, canı nimə mürdəni tərcih verir getməyına. Tün Amerika elə bu İranı nimə mürdənin sayəsindədir ki, birdən Ərəbistana 1 milyard şey satır, 1 trilyon nə midən kala,
xədəmat, məvad nizami satır ya bir belə peymanı difai bağlı. Ya peymanı İbrahim F-35 İran satır. onu bəli F-35 satır. Ya peymanı İbrahim əgər İranın xətəri olmasaydı ki, peymanı İbrahim münəqqid olmazdı əslən. Hamı bunlar der saye xətər İrandır. Bənabərin bir İranı ki, həmsayaları qorxuda, amma qüdrəti olmaya ki, qəlbə sədəmə vura, Amerikanın zərərinə dəyir. Odur ki, həmişə bunlara bir rah tənəffüs qoyur. Rah tənəffüslərini məsdud eləmir, amma o qədər qoyur ki, bir yarımcan zindəcanlığa idamə verə bilərlər. Nə böyüyələ, nə ölələ. O həddə bunlara kömək edir. Və bu bunlara qabili qəbul deyil. Çünki bunlarda böyük bandılar var ki, vaxtı bu mənabə daralır da onlar ki, böyük xəşlər özlərinə açıblar və bu məmləkətin taracından böyük bandılar düzəltmişdilər. Qüdrətlərini əldən verirlər və bənabərin birdən əsablarını əldən verirlər, deyirlər cəngidən sonra ayrı çarəmiz yoxdur, amma biri yoxdur ailə deyə sən bu cəngi nə vəsilə ilə, hansı bərtəri nizami ilə, harda görəcəksən və nə nəticə yetişəcəksən. Düzdür ki, onları cəngə çəkəsən və onlar məmləkətin bəqiyyəsini də aradan aparar, sizi də elə yerə vurar ki, da qalxılmazsınız. Bu nə əql və nə siyasətdir. Mən fikir edirəm ki, çoxraq bunu deyirlər ki, öz tərəfdarlarını müttəhid saxlayırlar və ümid verərlər. Çox kəsdilər, yoxdur bu işə, amma bəzi vaxtda əsablarını əldən verirlər deyirlər. Sonra gedirlər, çölkələrini salırlar və əqllər başlarına gəlir. Görürlər ki, bu iş görməli deyil. Çox məmnun. Bəli. Ağa, çox gözəl nöqtələrə işarə elədiniz. Məxsusən o neft satışına. Endonezi bir dənə İranın kəşfçisin ki, neftin zad eləyibdi. Kəşfini də və həmçinin nefti də müsadirə eləyibdi və zada qoyubdu, müzayidəyə qoyubdu. Çox maraqlıdır ki, 30 milyona neft qarışıq, özdə nefti zatdır, o yüngül neftlərdən, nefti səbuk ki deyirlər, ondandır. İndi müzayidəyə qoyubdur ki, ta zad ola İran və İrana da ultimatum veribdir ki, sənin gəlir, mənim mühiti zistimi, ekolojimi o dənizdə zad edir. Yəni, qabaq deyirdilər ki, oradan bargiri olur, gedir Çinə. İndi çox belə bu işlə mübarizə. Buyurun. Bəli, o cürdür və bu işlərdən olacaq. İran da məsələn, bələnki zərbişəst görsə də birdən bir dana Qibrisli kəştini توقیف edir ki, bir növ Azərbaycanla da vəslidir və irtibatları ondan da ki, var xərablıq olur, bedunun ki, bir hədəfi ola. Fəqət bələn ki, şaxışuna çəkə və özünü görsədə. Sonra da məcbur olur ki, azad eləyə. Odur ki, bu işlər xub bir در həqiqət təyin کننده işlər deyil. Biləxərə İrana o qədər imkanat yaralır ki, 1 milyon 200 min boşqəni sata, bir miqdar da qaçaq elə siz bilirsiniz. Elə həman Amerika bəndər qüvvəti ki, Hindlə müamilə olur, müaf eləyib təhrimlərdən. Əraqla müamiləni çox yerlərdə müaf eləmişdi, indi də müaf eləyibdi. Yəni, rah tənəffüs qoyur. Ayağını kamil İran xırxırasına qoymayıbdır ki, boğulsun. Bir rah tənəffüs bilələrinə açır və onları yavaş-yavaş o nə mənədir xəlifəni Moğol şahı nəmətmal eləyən təkin yavaş-yavaş aparır ona tərəf ki, də görərlər ki, gərək təslim olarlar və gərək müzakirə eləyərlər. Bu cür İrani ki, Cumhuri İslami ki, bir səmti suğutdur və zoru yoxdur bir iş görə, به مراتب آمریکان نفع نده تا اینکه bir تازه نفس اپوزیسیونی گله و bu opozisyon farz buyurun
bər əsas mənafe milli payqah ictimaisi ola və در həqiqət Amerikanın xassələrinə tabe olmaya və istəyə öz mənafeyini apara. Bənabərin xalq gərək özü öz fikrində ola. Mənim fikrim budur. Amerika və Qərb heç biri müxalifi bu deyil ki, xalq eləyə bilər bu rejimi dəyişə. Amma özünün sərfəsi bu deyil ki, özü bu işdə sərmayə qoya. Bir xud Amerikaya, Qərbə, İsrailə xalq ümidvar gərək olmaya. Kəs nəxarət پشت من جز ناخن انگشت من özümüzük ki öz fikrimizə gərək ola. Tam doğrudur ağa. Amma bir dənə mövzu vardı ki, biz onu da gərək nəzərdə alaq. Vəziyyət daxili به قدری آشفته و به قدری مثلا zat da ağırdır ki, millət daha çörək tapa bilmir yeməyə. Çörəci ala Bəli, bilmir. o sayıydı, baxın, narizayətlik در حد انفجارdır. Müntaha ta bir dana opozisyon barha demişəm. Olmaya və xalqın itminanın cəzb eləməyə bu narizayətliklər hətta inficara da müncər olanda əğləb üçün hədəfi yoxdur. Bəd az bir müddət soğuyanda sərkub elərlər. Qoyarlar neçə gün fəvəran elər, misli bir atəşfişan. وقتی o neçə gündə bir hədəf yoxdur, bir bərnamə yoxdur, məlum deyil haranı tutacaqlar, nə iş görəcəklər, nə bəyaniyə verəcəklər, nə cür puştibani beynəlmiləli cəzb eləyəcəklər, biləxərə neçə gündən sonra xalq yorurlar və yorulanda onlar başlar sərkubi və adamları tutmağı. İndiyəcən həmişə belə olubdur da. Bu dəfə gərək xalq itminan eləyə və bir dənə opozisyon ilə tapıla ki, xalqın itminanını cəzb eləyə. Be xüsus təbəqə-i mütəvəssit gərək görə ki, bir opozisyon var qarışa. Təbəqə-i mütəvəssit misli həlqə-i vasitədir beynə əşalar və üslər. Bəxti gəlsə hamını bir-birinə vəsl elə. Gəlməsə bu iş olmaz və təbəqə-i mütəvəssitin üçün malı var, sirvəti var, əqləbi təhsil kərdədir, müftə yerə gəlməz. Bəxüsus ki, İnqilabda çox utuzub və qorxur. İnqilab 57 deyirəm və çox ehtiyatla qabağa gəlir. Odur ki, vaqəən gərək bir opozisiyonu ola. Olan itminanın istəyə cəlb eləyə, onlar da gərək bu vasvası kənara qoyala. Əgər indiyəcən Türkiyə salırdılar ki, bir tərəf bu rejimdir, bir tərəf də bəqiyən iddialarıdır. Görək, aya bu rejimin təğyiratı bizim nəfimizədir, ya bəqiyən gəlməyi, məsələn, Cumhuri xalqların gəlməyi, indi də bu rejim istəyə-istəməyə aradan gedibdir. Bir şey bu rejimin adında yoxdur. Məcburdur təbəqə-i mütəvəssit, biləxərə bu tərdidinə qələbə eləyə və meydana gələ. Hər nə tezaq meydana gəlsə, azaq utuzacaqdır. Odur ki, gərək ümidvar ola, meydana gələ və bizim opozisyonumuz da gərək yavaş-yavaş müttəhid ola və bir alternativ yarada ta təbəqə-i mütəvəssit və İranın aşağıda olanlar və üstdə olanlar ona itminan eləyələr. Bəli, dünənləri ağay Həqiqətpur ki, İranın orqanهای əmniyyətinin başında duran sərdarlardan biridir ki, o həmişə sayədə, o kölgədə zad olan məsullardandır ki, Niruhay əmniyyətidəndir ki, dünənlərdə bir dənə video danışıbdı. O videoda Azərbaycan Respublikasını təhdid edib və o təlvihən hücumdan danışıb və orada ruznameniqar müşəxəsdir ki, deyir ki, həmlə elərsiniz, nəm təhdid edir, filan behman, deyir, yox, bu sözləri, amma o əməldə o danışdığı sözlər hamısı onu göstərir ki, Azərbaycana bir təpki gələ, bir qorxu gələ, filan edir. Bax, bu vəziyyətdə ki, İsraillə cəngidədir, onunla Amerika ilə cəngidədir, üçüncü bir ölkə ilə də cəngə varid olmağın məfhumu nə mənədir? Aya bunlar bu hakimiyyət eləyə bilər bu işi görədir? Xeyr, baxın, əlavə bər bu ki, Rusların nüfuzu vardı və bunlar təhti təsiri
Ruslardılar bir iddia sipahta və Ruslar bunu ki bu Zəngezur qəziyyəsində kullən işdən kənara qoyulublar. Bilirsiniz oranın Niruhay Hafizi Sul Ruslarınki idi. Beynə Ermənistan və Azərbaycan. Xub vəqti sülh oldu Ermənistan və Azərbaycanın arasına da Niruy Hafizi Sul lazım olmadı. Rusları qoydular kənara. Amerika müstəqim varid oldu və pişnahad verdi ki, mən oranı sən idarə elərəm. Və düzdür ki, bu hələ əməli olmayıb. Amma Amma həm qərarlar Ermənistan, bağlaşıbdır, imzalanıb da. bəli, bəli, bəli. Həm Ermənistan istiqbal elədi, həm Azərbaycan və Azərbaycan. qərardat bağladılar. Xub bunları Ruslar çox çətin dözə bilər. O tərəfdən xub Türkiyənin rahi tranziti düzləndi və indi ora bir böyük məbdə ticari olubdur ki, İranın hamı o tranzit mənfəətin aradan aparıb və əlavə bər mənfəəti ticari bir böyük əzlazı stratejik imtiyazı vardı. Bəli ki, vasitə beyni Nəxçıvan və Azərbaycan der həqiqət bu tranzit yoludur və çox həyatidir Azərbaycana. Bu əlindən gedib. İndi müstəqim Nəxçıvan Azərbaycana, Ermənistana vəsl olubdur. Bir tarixi gəziyyədir. Nəxçıvan həmişə bir izolə və bir kənarda bir qismətidir. İndi gəlibdir və bunları çəkənmirlər. İstirlər bu oyunu bir cür qeytərə bilərlər, ya deyərlər ki, bizə də gəlib bir imtiyazlar verəsiniz. Amma Elə əvəz imkanlar... əmələn onu deyir ki, bizə niyə imtiyaz vermir? Bizim imtiyazımız orada tərif olunmalıdır. Ağay Bəli, həqiqətdir. əslən bunlar indiyəcən eləyənməyib deyə ki, məcmuən nə mənə təvəqqo var ki, verərlər ya verməzlər. Axı adam bir şey istəyəndə əvvəlcə o şeyi dəqiqən tərif eləyər. Deyə ki, mən bunu istəyirəm, ən nəhayət deyərlər bunu vermirik, bir beləsini veririk ya vermirik. O olar ixtilaf. Amma bunlar heç tərif eləmir ki, bunlar bir də dumpaya adam, əmniyyəti adamı yollurlar yaman desin. Bunların o iddialarıdır. Ya gedirlər sifarətdə adam öldürürlər. Azərbaycan sifarətində. Yəni rəftarları bir mütəməddinanə və adam təkin rəftar deyil ki, zurquyu sırfıdır və bu vəziyyətdə o deyil ki, biri bu zurquydan qorxaya təslim ola. Odur ki, mən fikir edirəm Azərbaycan öz işini görəcək, Türkiyə də öz işini görəcək. Bunlar da hər nə haykü salsa, onlar heç buna əhəmiyyət verməyəcək. در حد تبلیغاتی bunlar deyəcək, onlar da cavab verir. Amma onlar öz işlərini görəcək. Belən ki, bunlarda deyirəm, o usul-i əvvəliyyə gözətlənmir. Muqtada sədr də Cumhuriyyə İslaminin əleyhinə danışıbdır təqribən. Bu məxsusən mövzegiri ki, intixabat zətdə tutdu. O da kamilən ziddi İranı bir hərəkət idi. Bax, bunu siz necə düşünürsünüz? Əraqın, yəni bunun əlini çıxartmaq prosesi gedir, ya nə mənə? Bəli, Muqtada sədr intixabatı təhrim elədi. Amma bavucudu bu, İran intixabatı, yəni o qruplar ki, məclisdə əksəriyyəti gətdilər, çünki şiələr orada qəvidir. Hətta İran da dexalət eləməsəydi, biləxərə onlar gələcəkdi. Amma o qruplar gəldi ki, İranla sabiqə həmkarlıqları var. İndi sonra bölünəcək ki, məclis təşkil olandan sonra və Amerikanın təhdidatı, İsrailin dexaləti, Ərəbistanı Suudunun nüfuzu, aya yenə bu qruplar ki, məclisdə var, misli sabiq İranla yaxınlaşacaq, ya rəftarların dəyişəcək, ya bəzisi dəyişəcək. Hələ bilmirik. Muqtada sədr در اثر o iştibai ki, öz nüfuzuna nisbət vardı və təhrim elədi, əsər eləmədi, indi bir şiddət əsəbanıdır. Və istir bir yol tapa, qışqırbağa sala ki, yenə bir yerdə oynadalar.
Mümkündür də ayəndə oynadalar. Amma felən bu mərhələdə, bu intixabatda göstərdi ki, hətta təhrim eləsə, elə böyük rolu yoxdur. Yəni, bu intixabat onu göstərdi. Budur yazıya. Mən fikir eləmirəm İran çox müqtəda sədrin üstündə ya hesab görür, ya onun sərsədasından qorxur der həqiqət. Əlbəttə onun da böyük nüfuzları vardı ha. Ağa. Bəli, xub bu intixabatda eləyənmədi onları iqa bir yerə. Bəra inki təhrimi intixabat orada mənası budur ki, ya gərək o qədər nüfuzun ola ki, hamı şiələri intixabatdan kənara çəkəsən ya çoxunu, ya şiələr aparsalar sənin qruhun əli işdən çıxacaq. Bunun o qədər nüfuzu yoxudur, bələn ki, Ayətullah Sistani və Bəqiyyə heç biri bu təhrimdə şirkət eləmədilər. Və onların nüfuzu çox böyük vaxtı ta bunun nüfuzu. O da şey eləyənmədi bir iş. Ağa deyirsiniz ki, İranın bir dənə zəif İran istəyir Trump. Tam doğrudur. Mən də müvafiqəm buna. Amma aya bu Trump'ın o zəif İranla istəkləri qəbul olunacaq ya yox? Vaxtı bunun istəkləri nə yox deyir İran hakimiyyəti, aya siz fikirləşmirsiniz zəminə toqquşmağa, cəngə çox mühəyya olur? Baxın, əsli vücudu İran bu təhdidlərindən ki vardır. Məsələn, nisbət bu Azərbaycan, nisbət və Əraq, nisbət və Ərəbistan, Suudi nəyə bahis olur? Bahis olur ki, bu kişvərlər hami axtararlar. Bu hami kimdir? Əgər istəyələr Rusla Çinin sorağına gedələr, xub Ərəbistanı Suudi getdi, amma Rusla Çin biləxərə ədlazə stratejik Cumhur İslami ilə yaxındırlar. Və hamı Sazman-ı Miləldə bu yanda, o yanda biləsindən himayət edirlər. Amerika gəldi bu arada Trump gələndən sonra bunlara çoxlu vədə verdi. Dedi ki, mən sizin himayətinizi əgər məndən mücəddədən peymanı nizami qoysuz, əgər da Çin ilə Rusiyyənin sorağına getməsiz, əsləhəzi məndən alsız, xətər Cumhur İslamini sizin başınızdan xunsa elərəm. Trump dedi, bir qərə bulut sizin başınızdaydı, sizi xətər təhdid edirdi. Biz bu hava peymalarımızla ki, fövqi pişrəftədi getdik, onun atomunu vurduq və işdən saldıq. Bu xətəri sizdən rəf elədik. İndi siz mədyunsuz bizə. Gərək gəlib bizdə sərmayə quzarlıq eləyəsiniz da bu xətəri həmişə sizdən rəf eləyək. Xub, bu bir payası var idi vaqiyyətdə. Onlar getdilər, bu mamiləni elədilər və peymanhay difaini də bir-bir bağladılar. Bunun mənası nədir? Bunun mənası budur ki, o vəsvəsəyi ki, bunlar olmuşdular ki, xub Amerika ki, zəifləşib, gedək Çin və Rusiyyənin sorağına və bir növ onlarla da yaxınlaşaq. Yenə mücəddədən Amerika olur, bunların o əsli keşvəri ki, bunlardan himayət eləyə. Bu da sayeyi xətər İrandır. İran olmasaydı ki, bu iş olmazdı. Yəni, İran heç işlə görməsə, elə bu işlər ki, özü görür. Xub, Amerikaya ki, bir xətər deyil. İranın muşəkləri, hətta bomba atom sahibi ola Kurey Şumalıdan ki, bətər olmayacaq. Məyə Amerika bugün Kurey Şumalının olmağı ilə aradan gedir. Bənabərin, hətta əksər olacaq bənabərin İranın hətta atomi olmağı xətər mövcudiyyəti Amerikaya deyil. Avropiyədir, Ərəbi kişvərlərədir, Türkiyədir, Azərbaycanadır. Bunlar bərayin ki, Amerika qoymaya bunlar İran bomba atoma və muşəkay atomiyə dəstəslik tapa, hər imtiyazı Amerikaya hazırdır verələr. Xub, belə bir neməti İran bunlara fərahəm eləyib. Mən bir zaman dedim ki, Ağay Xamneyni gərək
رئیس قسمت بازاریابی اسلحه فروشی آمریکا eləyələr. Bəlkə hər bir سخنرانlıq gelir, bunlar təhdid edilir. Amerika neçə milyard əsləhə satır. Düzdür. Heç kəs bir belə Amerikaya təbliğ eləyənməz ki, Xamneyi eləyir. Bənabərin buna gərək də oradan elə bir dənə caizə verələr. Bunu eləyərlər rəisi qismət əsləhə furuşu Amerika. Bundan yekə təbliğat Amerika eləyənməzdir. Vaqəən bu cüzdür da, əgər vaqiyi gözlə baxsın. Xub, belə bir kişvəri niyə Amerika bu hökuməti aradan aparsın? Yerinə bir dənə getsin ki, deyələ biz məntəqə kişvərləri ilə heç işimiz yoxdur. İstirik sülhümüz ola. Dava istəmirik. Onda Amerika necə bu əsləhələri sata biləcək? Necə 1 milyard dolar sərmayə quzarlıq Ərəbistan eləyə biləcək və biş az 7-8 milyard dolar bəqiyyə kişvərlər ərəbi bu sərmayə quzarlığı eləyəcəklər. Xub, bunlar hamısı da səyə təhdidi İrandır. Və odur ki, mən fikir edirəm, lazım deyil İran hökuməti bir imtiyaz Amerikaya verər. Fəqət təhdid eləsə Amerikanın nəfinədir. Tam sizdən razıyam ağa. Məsələn, İsraildə əgər o Həmasa pul verməsəydi İran, o hücumu İsrailə eləməsəydi, İsrail də dəstəviz tapmayacaqdı da Qəzziyə həmlə eləyə. Yəni Əslən İran olmasaydı, İsrail yuxuda görə bilərdi ki, Amerika ondan himayət eləyə, o Qəzzəni bu günə sala və hər yerə həmlə eləyə, heç kəs cilodarı olmaya, در عین حال ərəblərlə Peyman İbrahim qoyar. در eyni zaman, haman zamanda. Bunu fəqət İranın vücudu, yəni İsrail də bunu qanır. O da belə bir təhdid biləsinə neymə, fəqət o miqdar ki, onu xətərə salmaya. Onu xətərə salanda əlbəttə istirahadan aparar. Amma əgər zəif qalsa və onu xətərə salmaya, daisi yoxdur. Niyə gərək bir dənə hökuməti gətirək ki, deyə mən demokrasi istəyirəm, hüquq bəşər istəyirəm, cəng eləməyəcəm. Onda Ərəbistanı Suudi baxar görər ki, Amerika yaxtı satır, Çin yaxtı satır, Rusiya yaxtı satır, hansı nəfinədir, o mamiləni eləyir. Da rüşvə verməz. İndi sərmayə quzarlıq deyil, rüşvə verməkdir. O zaman təbdil olar ticarətə. Xub, Amerika istəmir belə bir şey olar. İstəyir Çinə qələbə eləyə və Çinin müştərilərin əlindən alır. Tam doğrudur. Biden zamanı bir zərrə catları fasilə oldu. O Qaşıqçıya görə ki, onu öldürmüşdülər. O konsulgəriyə Türkiyədə. Bilafasilə getdilər, cada yapışdılar. Nədir? Çinə yapışdılar və Çinlə neçə milyardlıq müqavilə bağlayıblar ki, Çinlə ələn yaxındırlar və o ticarət ittifaqən elə o danışıqlarının o cür ki, əlbəttə bunu rəsanəyə olmayıbdır. Trumpla danışıqlarının əslən bir hissəsi buna həsr olunub ki, Çini necə kontrol edə. Çinlə məsələn o ticarəti, o cadı qabağa aparmasınlar. O siyasəti qabağa aparmasınlar. Əslən fəqət oraya ki, bu təhdid ki, Cumhur İslamının var, o Rah-ı Əbrişəm projesi ki, Çinin vardı Amerikanın müqabilində, bənəydi ki, hamı bu məsirlərdə intiqal qaza, enerjiyə, Türkmenistandan İrana, İrandan Pakistana, Pakistandan Çinə böyük bəndərgahlar düzəldə, böyük yerlər düzəldə. İranın təhdidi bahis olubdur ki, bunların heç biri məntəqədə əməli olmayıbdır. Əgər bənabərin Amerika deyir, nəftivi Çinə satırsan, sat. Amma sənin təhdidin bu kişvərləri bir vəzə salıb ki, heç biri hazır deyil bir bəndərgahlar düzəldə ki, axırda qaz səndən gələcədə. Bənabərin mən nəxşə içini sənin vəsiləvlə xunsa edirəm və qoymuram qabağa gedə. Yəni, də həqiqət İran böyük xidmət Amerikaya və İsrailə eləyə bilir eləyə. Cumhur İslamıdır mənzurumdur.
Tam doğrudur. Ağa. Bilafasilə gördünüz, o Zəngəzur bəhsi ki gəldi. Gələn əmin o Asiya-i Miyanənin rəis cümhurları yığışdılar, toplaşdılar ki, Qırğızistan, ondan Özbəkistan, Türkmənistan və Qazaxıstan. Yəni 5 rəis cümhur getdi, Trampla görüşdü və bu bais idi ki, Zəngəzur mövzusu nə qədər məsələn həmiyyət daşıyır, o dalanlar nə qədər həmiyyət daşıyır, bilafasilə görüşdülər və ittihadı به قول دوستی و ticarət məsələsini gündəmə gətirdilər və hətta o qərar olubdu ki, cadın Avropanın qazını təmin etməkdə bu ölkələr birinci nəqşi cad eləyirlər və orada Rusu da kontrol eləyir. Yəni görün Bəli, nə qədər cad olur ki, Rus daha Avropa ki bağlıydı Rusa, əgər verməyəydi, məsələn bunlar yanacaq və qaz, neft ondan sonra tapanmırdilər və çox neçə ildir bu Ukrayna zad olanda məziqədə qaldılar. İndi Azərbaycan tək verirdi. İndi Azərbaycandan əlavə indi o ölkələr də elam amadə gəlib oradan bir xətt çəkələr və gələrlər bir işlərin görərlər, ticarətlərin görərlər. Hər halda bəli, kamilən düzdür, kamilən düzdür. yəni o əmniyyət cahanını əlan indi yavaş-yavaş Ermənistan ki çox yaxın irtibatı var idi zatdan İrandan yavaş-yavaş o irtibatı istəyir Türkiyə ilə qapısını açar. Deyir ki, Qərb dünyasından mən zad elərəm, irtibata girirəm zadın vəsiləsindən. Nə mənədir bu Türkiyənin vasitəsindən və İranın da qazda Azərbaycandan təqribən heç 10 kilometr zad olmayacaq. Qazı çəkəcək, özü də əmniyyət də bərqərar. Bəli də, yəni İran olmayanda elə bunların nəfti, qazı, hər zadı biləxərə gərək Türkiyə məsilindən gedə, əgər zəmini istəyə gedə. Odur ki, məcburdurlar hamısı Türkiyə ilə kənara gələrlər. Tam doğrudur. Və hər hal İran da istəsə qaz sata Avropaya, yenə də o da məcburdur Türkiyə ilə taamülə gedə. خب بله، اگر ایران da bir layık hükümet olaydı İran بهترین مسیرdi برای اینکه هم پاکستان tərəfindən hem Derya tərəfindən ve hem Türkiye tərəfindən üç tərəfindən ne fəqət özünün belki Türkmenistan'ın ve ayrı böyük Türkizadın, qazlı Bakının qazadı, Bakı Ceyhan Bakının zaten getməzdi, Gürcüstandan Bəli, getməzdi. Bakının və Türkmənistanın və özünün qazı hududu 70% qazı dünya idi. Bunlar inhisarən İran tərəfi ilə gedərdi. Çün belə bir nalayıq hökumətimiz var, mümkün də ələrəğmi bu ki, məsir uzaqlaşar, həzinə izafə olar, İranı bu xəttdən qoyarlar kənara və bu xətt ayrı məsirlərdən ki, pişnad olub gedər. Ağa maraqlı bir mövzu vardı. O da Türkmenistandan istəyirdi Əraq qaz ala. Bilmirəm bunu Bəli, bəli gördüm, bəli, bəyan ki, İrandan icazə vermədilər qazı çəkələrdə. bəli, İran qazı verirdi və onlar məsrəf edirdilər. İran özündə qaz az idi. Amerika əxirən fişar gətiribdi ki, gərək də almayasınız. Və bu bahis muaf idi Əraq təhrimdən. Qazı Bu ala Əraq bilirdi. istəyirdi, bu Əraq istəyirdi Türkmenistandan müstəqimən lülə çəkə əstəri İran gələ. Ərz edirəm də, qəblən İrandan alırdı, bu sözlər yox idi. İranın qazını Amerika qabağını alıbdı, qəblən 16 milyard dolar bedeyi Əraq idi, onu qəbul elədi İrana versin və indi deyir də satma, da alma, pulunu da yeytərmə. Bənabərin bir dənə qozinələrdən ki, qalıb da Əraqa, budur ki, Türkmenistanın qazını Əraqa lülə çəksin.
və Onu da qəbul indi eləmədi də. Onu da Amerika qəbul eləmədi ki, dedi zadın torpağından gətirənməzsən. İranın torpağından gətirənməzsən. bəli, bəli odur məsələ. Çox maraqlıdır. Biz, yəni bax belə bir dənə hakimiyyətdən ki, dünya miqyasında dünyanın əmniyyətini təhlükəyə salır. Mən düşünmürəm ki, bu hökumətə razı olalar ki, qalsın bu, yenə də bu şeytanətlərin qabağa aparsın. Bu siyasətlərin qabağa aparsın. Axı bilirsiniz indi Amerikaya Çinlə təqabül və Çinə bir növ qələbə eləmək iqtisadda əmniyyətdən və hər zatdan mühümdür. Bəlkə əmniyyət əgər bugünün sabahındır, bu iş در həqiqət 100 sal ayəndəni rəqəm vurur. Yəni bu ki, kim iqtisadın böyük səhmin aparacaqdır, budur ki, təyin konəndədir. Xub, Çin çox böyük qədəmlər qabağa qoyub və böyük xətərdir Amerikaya. Məxsusən Odur ki, sənaye nizamidə. bəli, hər zatda, yəni siz indi hətta bu axir ayları görürsünüz, səthi furuş dünya به ین به پول چین و دلار آمریکا görürsünüz ki, pul Çin neçə bərabər çoxlaq olub ondan ki vardı. Və Amerika şədidən bundan hesab aparır və qorxur və ki, onlar çox şədid qabağa gəlirlər. Fəqət də səhnə-i nizami deyil, hər cəhətdən qabaqdadırlar. Bənabərin əvvəl məsələsi odur. Hətta bu məsələ o qədər mühümdür ki, riski dəvanı bər sər Tayvan ya ayrı şeylər də Amerika elir və izhar vücud elir o şeylərdə. Odur ki, mən belə fikr edirəm ki, feilən əmniyyəti dünyanın o həddə ki, Amerikaya böyük zərəri yetişməyə Amerikanın çox dığdığı xatiri deyil. Ondan çox cəng iqtisadi ki, şeylə vardı, Çinlə. Siz görürsünüz, bəlkə ki, Rusiyanı Çindən uzaqlada, hazırdır Ukraynın yerlərini bədli bəxşiş eləyə Tam doğrudur. və verər Rusiyaya, bəlkə ki, Putin razı düşə və qərardat bağlaya Amerika ilə ki, biz sizinlə yaxınlaşacağıq, Çinlə yaxın olmayacaq. Hətta Trump deyir ki, mən NATO-nu qoymaram da ora geçsin. Yəni o niru ki, dava ona xatir başlanıb. Bilirsiniz də davay Ukrayna bundan başlandı ki, NATO deyirdi ki, Zelenski deyirdi ki, NATO gərək bizi qəbul eləyə ünvanı öz və gələn müstəqil ola. Rusiya da deyirdi NATO'nun gəlməyi bizim xətti qırmızımızdır və qoymarıq biz cəngi pişkiranə elədik. O bahanə ilə varid oldu. İndi Trump deyir ki, əslən NATO şərait sülhüdən bir budur ki, Zelenski əslən də deyir ki, biz istəmirik NATO bura gələ. Biz keşvər در həqiqət bir tərəf qalacaq. Mənası nədir? Mənası budur ki, davayı nizamini Rusla qoyur kamilən kənara və deyir ki, sən düzdür müttəhidin iqtisadi biz əgər olsan və Çindən kənara gəlsən, biz səni qəşək öz barımıza basarıq və Zelenskini və Ukrayna sənin qurbanlığın elərik. Düzdür. Tam doğrudur. Mən də sizin bu təhlilinizə razıyam ki, bəli, Çin indi birinci caygahda dayanıbdır ki, bunlarla toqquşsun və zəmini. Əlan o vəziyyəti ki, Afrikanın iqtisadın əslən zadın indi Çinin əlindədir. 60-70% sadiratı ki, cada olur. Onların hamısı caddır. Afrikaya olur. Onların iqtisadı təqribən bunun əlindədir. Siz görürsünüz, yavaş-yavaş məsələn Fəransəni də oradan ötürürlər, Afrikadan ötürürlər zada. Yəni bu biraz Çinin
orada cadı vardı, əli vardı və bunu Qərb dünyası qəbul eləmir. Və mütləq mən sizdən razıyam. Bizim təqribən bir 10 dəqiqə vaxtımız vardı. Ağa, bir mövzu ki nəzərinizə çatır, xahiş edirəm onu buyurun. Buyurun. بله خب خوشبختانه biz Azərbaycanlılar və ayrı etnik İran böyük bir himayət elədilər bu əziz dostlarımızdan ki, etisab qəzada idilər, bəyaniyələri çıxdı. Çoxlu qurumهای siyasi müxtəlif əhəm və sərasəri əqvam etnik İran imzaladılar, şəxsiyyətlər imzaladılar. Müxtəlif dillərə tərcümə oldu və bu şayad əvvəlin bəyaniyə və elamiyyə idi ki, bu tənəvvü olan əqvam İrani به انضمام شخصیت ها و گروه های سراسری ایران bir yerdə در دفاع از وکلای آذربایجان و زندانیان آذربایجان elamiyyə veriblər. Ümidvaram ki, bu bir təliyə olsun ayəndədə bu himayətə və bu əzizlərimizə o ruhiyyəni versin ki, da etisab yazanı sındırsınlar və gəlsinlər dubara mübarizə sabığa verən ki, onların vücudu və mübarizəsi hamı millət İrana və bizə lazımlıqdır ki, Allah eləməmiş dər əsər etisab qəza aradan gedələr və biz əzadarları olaq. Mən fikr edirəm ki, bu təzim və bu buzurgdaşdır ki, bunlardan oldu, gərək bunlara böyük ruhiyyə verə və bəqiyyə də dərs ola ki, bu məvariddə vaqəən tezliklə himayət eləyələr və bir növ görsədələr ki, biz qətre onları ki, şücaətləri var, həmiyyətləri var, canlarını meydana qoyurlar, bilirik və onların yolunda hazırıq ki, kömək eləyək. Bu bir mühüm bir şeydir və o birisi tərəfdən də mühim budur ki, xub nə fəqət bu نیروهای mərkəzi, əqvam İrani də öz arasında gərək ixtilaflarını aradan apararlar, baxışlarını bir eləyələr və bu baxışları bir olmaq o vaxt olar ki, nisbət və həm iddiaهای ərzi, iddiaهای bər əsas şəhərهای müxtəlifi kənara qoyarlar. Hər şəhrin hökuməti o şəhrin əhalisinin haqqıdır. Onlar heç kəsin qovmu deyirlər. Onlar özlərinin şəhvəndidirlər və həqləri var, özlərinin parlamanı olsun və o parlaman hökumət eləsin. Biz gərək bir nasyonalizmi mədəniyyət öndərək nasyonalizmimizi, nasyonalizmi təbari və qovmidən, nasyonalizmi təbari və qovminin mənası budur ki, biz hələ iş başına gəlməmiş, bir, öz həmşəhrilərimizi, həm tir tayfalarımızı, onlar ki, qanları və torpaqlarını özümüzlə bir bilirik, bunlar xudidir, bəqiyyə ki, orada yaşır, qeyri-xudidir. Biz hər imtiyaz var, bu xudilərə verəcəyik, onları məhrum eləyəcəyik. Onlar da o yerdəki vardılar, bizə nisbət o işi görəcəklər. Bu iş əslən qoymaz ki, bir məmləkət qəvam tutsun. Yəni, bu paye fəsad əqidə və paye fəsad hökmranidir. Dünyada da heç yerdə bizim federalizm qovmi ya hökumət qovmi yoxumuzdur necatpərəst bu cüzdə. Biz gərək qəbul eləyək ki, hər kəs bizim ölkələrdə yaşır, bəqiyyə ilə kamilən hüquq mədənidə, hüquq ictimaidə, hüquq siyasidə və hüquq bəşərdə müsavidir. Hər siməti siyasiyə ki, biz yetişə biləcəyik, o da yetişə biləcək. Onların ölkələrində də bizlərin həmşəhrilərimiz əgər var, düz hər simətə ki, onlar yetişsələr, bizim həmşəhrilərdə, məsələn, Azərbaycani-hay Tehran, hər simətə gərək yetişə bilərlər və heç kəs qabaqlarını tutanmıyor. Heç riştədə. Xuzistanda da belə. Ərab Xuzistanda, Ərab
sakini Ərəbistan və Xuzistan ki, qismət şimalisinin adı tarixən Xuzistanıdır, qismət cənubisinin və qismət şimalisinin Ərəbistan. Onlar da hər yerdə vardırlar. Eynən bu imtiyaz gərək onlara da nəsib ola, Bəluçlara da, Kürdlərə də, Türkmənlərə də və bu dəvaini biz gərək vaqəən ölgəşək ki, da zamanı geçib kənara qoyaq. Bu bizdə bir vəhdət yaradar və bir həmkarlıq yaradar ki, onun asarı ictimaisin tezliklə görə bilirik bu təəssübləri qoyaq kənara. Ümidvaram ki, bizim Azərbaycan bu cəhətdən vaqəən şəhri roşənfikranımış. Bundan sonra da həmişə bu təəssübləri kənara qoysun və bəqiyyəyi etnik İran və əqvam İraniyə bir nümunə mədəniyyət olsun və bir yol göstərsin də həqiqət. Çox-çox məmnunum bu vaxtdan Çox ki, sağ mənə olun, verdiniz. təşəkkür edirəm ki, əlbəttə qoyun o namənin haqqında və o naməni Cümhurixahan federal rəhbərlik elədi. Məxsusən ağay şəriət mədarı cənablarının çox böyük nəqşi və böyük rolu oldu o naməni, o təşəkkülləri bir yerə yığmağa və nöqtəyi vəhdət idi ki, orada o təşəkkürlər bais oldu. Həqiqətən mən özüm öz növbətimdə sizdən təşəkkür edirəm ağay şəriət mədarı. Bu Nəxir, ittihadı mən fəqət yaratmaq. dəyirdim, çoxlu əzizlər zəhmət çəkdilər, mən də Zəhmət çəkdilər, əlimdən. amma nöqtəyi zat siz idiniz. Şuru və Bəli. start vuran Çox məmnunam. siz idiniz Siz ki, o özünüz platform. siz özünüz çoxlu fəaliyyət elədiniz, hamısı ilə himayət edirdiniz, irtibatdaydınız və çoxlu ayrı əzizlər də. Ümidvaram ki, ayəndədə də elə belə ola, əl-ələ verək və bu mühüm işləri eləyə bilək ki, çox yaxşı görək. İnşallah, inşallah millətimiz bu zülmdən, bu hakimiyyətin qəddarlığından və sultəsindən qurtararlar və demokratik bir atmosferdə məmləkətimizin inkişafı üçün, məmləkətimizin tərəqqisi üçün çalışıb və elə sizin rəhbərliğinizdən və dahi dostlarımızın o rəhbərliyindən eləyə bilək bu hakimiyyətin sultəsindən qurtaraq və daha azad bir ölkə məmləkətimizdə yaradaq və millətimiz azad, firavan, xoş yaşasınlar, çətinlik çəkməsinlər. O günün umudu ilə sizdən ayrılırıq, sizə Allaha tapşırırıq. Sağ olun, şad qalın, ay şəriət mədarı. Çox sağ olun. Çox-çox mütşəkkirəm. Qurban. Xudahafiz. Sağ olun. Xuda.